Salamlar dostlar. Bu günləri 26 iyun Silahlı Qüvvələr günüdür. Ona görə yollar boşdur. Yəni iş günü deyil. Arada bir arxiv videolarından yükləyirəm. Şərhsiz videosu var idi. Həmin video girib indi də izləyə bilərsiniz. Keçən il bu vaxtlarda çəkilmiş videodur. Keçən yayda. Bu arifələr deməyək, keçən yayda. Hardasa bir 9-10 ay qabağın videosudur. Yəni o qədər arxiv videolar var ki, hal-hazırda onları montajlayıb artıq yavaş-yavaş paylaşıram. Çünki bir müddət çəkirdim amma paylaşmırdım. Daha doğrusu short versiyasında paylaşırdım. İndi isə artıq onları 16'ya 9 formatında montaj edib paylaşmağa başlayıram. Bu 360 kameramın əsas müsbət tərəfi də odur ki, videoları istəyirsinizsə shorts formasında və yaxud da ki Instagram üçün, yəni dikey formada deyirlər. O formada İstəsəz də ki, kompüterdə izlənəcək 16'ya 9 formatında editləyə bilirsiniz. İstədiyiniz formada videonu çıxarda bilirsiniz. Ona görə bu videolar normalda hər iki formatda gəlir. Maraqlı videolar həm 16'ya 9 həm də shorts formasında gəlir. İndi hal-hazırda mən yeni bir kamera almaq istəyirəm. Həmin kameranı sifarişləri götürməyə gedərkən mən bu kameranı söndürüb gedirəm. Bu kamera çünki motosikletin üstündədir və ya velosipetin üstündə olur. Amma artıq velosipeddən və ya motosikletdən düşəndə bu kamera artıq çəkiliş etmir. Amma yeni kameramdan artıq həmin formada da, yəni piyada ikəndə çəkiliş eləyə biləcəm. Çünki bəzən olur maraqlı həqiqətən kadrlar düşür. Sadəcə üstümdə kamera olmadığına görə çəkə bilmirəm həmin epizodu. Hal-hazırda fikrimdə yenə Insta360 kamerası var, amma bu dəfə 3S modeli var. 3S modelin əsas seçmə səbəbim, fikirləşmə səbəbim odur ki, həmin kamera olduqca mini, balacadır və zərətka da heç də pis saxlamır. 140 dəqiqə zərətka saxlayır. Təbii ki, mənfi tərəflər də var, amma hələ ki müsbət tərəflərini sayım sizə. Digər müsbət tərəfi mənə görə maqnit özəlliyidir ki, istənilən formaya sala bilirsiniz kameranı. Məsələn, köynəyin üstünə yapışdıra bilirsiniz, kepkanın üstünə yapışdıra bilirsiniz və ya hansısa bir dəmirin üstünə, yəni maqnitin yapışa biləcəyi hər yerə kameranız yapışır. Haydi, bura nə ara sökdülər ha? İndi axşamdır, gün də batdı. Ümumiyyətlə hava isti olanda adamın bir danışmağa həvəsi olmur. Ona görə açığı videoda çox çəkmirəm. Amma axşamlar biraz sərinlik gəlir. Biraz da axşam enerjimiz artır. Deyirəm, kameranı qoşmaq vaxtıdır. Zolaqları o qədər çəkib siliblər ki, əməlli yerdə şuram qalıb. O da istər-istəməz motosiklet üstündən gedəndə motosikletlə o dəqiqə hiss elətdirir özün. Qoşa xəttə belə gedir. Qoşa xətti necə çəkmirsən? Vaqif prospektinə çəkmişdilər bir dənə elə xətt, sonra sildilər onu. Zolaqlar belə gedirdi. Sonra sildilər. Buradan sola dönəcəm, elə bu zolaqda da qalım. Bu biri zolaq geriyə dönənlər üçün, oradan fırlanıb geriyə dönürlər. Amma bizim zolaq sırf sola dönən, yəni Həsən Əliyev küçəsinə dönənlər üçündür. Burada yəni biraz öncədən zolağı düzgün seçməlisən ki, gedib başqa yerə çıxmayasan. Bax məsələn görürsüz o geriyə döndü. Amma biz buradan sola dönürük. Yayda ümumiyyətlə gərək dincələ əşləyəsən. Fasiləsiz işləmək düzgün deyil yayda. Xüsusilə də günorta vaxtı, saat 1-2 kuryerlərin məcbur işlədiyi saatlardır, çünki çaspikdir. Əgər məcbur deyilsinizsə, məndənsə məsləhət ümumiyyətlə həmin vaxt işləməyin. Yəni saat arası 3-ə kimi, 11-dən 12-dən 3-ə kimi o günün ən isti vaxtı işləməyin. İndi təbii ki kuryerlər deyəcək, adama gülərlər, yəni elə işin ən qızğın vaxtı o vaxtı. Amma doğrudan hava çox isti olur. Hələ indi elə də isti deyil. Birazdan vəbsə dözülməz olacaq. Biz əslində buradan sola dönməliyik. Sadəcə sola dönəndə olmaz. Əvvəl dönürdük. İndi nişan qoyublar. Bax burada görürsüz nişan var ki, 2 düzünə, bir də sağa və kamera çəkir. Əgər ki buradan biz dönsək, mütləq şəkildə kamera bizi cərmələyəcək. Ona görə fırlanacam. Fırlandıq, gəldik. Yarım saatdır sağın yandırır. Mən də fikirləşirəm də sağa, nə bilim, parkinqə girəcək, hara girəcək, bu niyə sağın yandıra ki? Düşmüşəm arxasıca ki, indi sağından keçməyim də sağa dönəcək. Gəldi sağın yandıra sola döndü. İndi hansısa bir qadın sürücü eləsə demişdik ki, görürsən qadın sürücüdür, dönmə işıqlarını düz yandırmır. Amma halbuki kişi sürücüdür, amma qarışdırır işıqları.
Yəqin onda çox təzədir də ki, qarışdırır. Yəni necə qarışdırmaq olar sağdan sola. Özü qabağında da işıq yanır da, çaq-çuq yanır. Yəni görürsən də gözündən. Əvvəllər yay daha maraqlı keçərdi. İndi artıq yayın ortasını keçmişik. Artıq yayın gəldiyin sadəcə istidən hiss edirsən. Həqiqətən hər şey maraqsızlaşdığı kimi yay da maraqsız keçir. Əvvəllər yadıma gəlir, yay gələndə şəhər boşalardı. İndi baxırsan ki, hələ bax saat 9-dur, düzdürmü? 9-a 15 dəqiqə qalıb. Baxırsan ki, şəhər doludur. İnsanlar yayda belə özlərinə vaxt ayırmırlar, fikir verirsən ki, bəlkə bir həftə, bəlkə 2 həftə. Əvvəl amma insanlar bəlkə də 3 ayın istirahətdə keçirdərdi. Nə bilim, gedərdi, rayonunda qalardı. İndi amma baxırsan ki, alınmır. Bir həftə ancaq. Ondan sonra yenə qayıtmalısan. Hamının borcu, xərci, hamı məcburdur ki, işləsin. Yayda məhəllələrdə uşaqlar dolu olardı. İndi baxırsan ki, yəni var yenə də təbii ki, amma əvvəlki o maraqlı uşaqların o şeyləri yoxdur yayda. Mənim yadıma gəlir, mən uşaq olanda, yəni yayda biz evə getmək istəmirdik. Saat 12-nin yarısı, 12, nə bilim, lap gecə vaxtı qalırdıq, məsələn, gizlən qaçsad oynayırdıq. Nə bilim, hər cür oyunlar oynayırdıq. O axşam yatırdıq, yorulurduq, yatırdıq ki, səhər olsun, təzədən düşək məhəlləyə. İndi ümumiyyətlə məhəllə anlayışı qalmayıb demək olar ki. Yəni həyətlər, xüsusilə təzə tikilən, yeni tikili binalara baxırsan, o qədər balacadır həyətləri, o qədər belə qəfəs kimidir ki, yalandan 2-3 dənə skameyka atırlar. O hündürlükdə binada o qədər ailə, yəni hamısı məcburdur ki, o balaca qəfəsin içində vaxtını keçirsin. Yazıq uşaqlar məsəl üçün də hələ 1-2 dənə həyət var ki, ora maşın buraxmırlar. Qalan çox həyətlərə baxırsan ki, maşın içəri girir, rahat çıxır. Ümumiyyətlə vəbşə uşaqlara oynamağa yer də qoymayıblar. Yəni həqiqətən uşaqlar üçün belə bir şəraitdə yoxdur ki, sən uşağa deyəsən ki, ay bala, telefonla oynama, kompüterlə oynama. Bu uşaq yəni ki, nə edə bilər ki, oyuna bilib nə edəcək? Yoxdur axı o şərait. Məsələn, indi biraz imkanı olan biraz şərait yaradar uşağına. İmkanı olmayan nə edəcək? Biz hamımız kasıb olmuşuq. Anamız, atamız, hamımızın bəlkə də mənə izləyənlərin də böyük əksəriyyəti. Amma çox maraqlı keçib də uşaqlığımız. Amma indi baxırsan ki, biraz ailə çətinlik yaşayırsa, görürsən ki, məcburdur ki, uşağın başını qatmaq üçün telefon versin. İnternet indi ən ucuz əyləncə növüdür sayılır da. Minlərlə, milyonlarla əyləncə uşaqlar üçün əyləndirəcək videolar var ki, tam pulsuz sadəcə internetinizə, yəni ödəniş edirsiniz və arada bir reklam çıxır qarşınıza. Onu ilə sizə bütün elə bir ki, nə boyda bir dünyanı sizə açırlar. Bəli, açırlar, amma bunun mənfi tərəfi də var axı. Mənfi tərəfi də var. O uşaqlar həqiqətən sağlam şəkildə mi orada, düzgün tərbiyə ilə mi böyüyürlər? Bax, məsələ oradadır. Biz böyüdük, indi qaldı bu yeni nəsil. Görək, yeni nəsil necə olacaq, telefon nəsil necə olacaq? Artıq robot nəsil gəlir sanki. Sanki robotlaşmış bir nəsil gəlir. Ünsiyyət qura bilməyən nəsil gəlir. Sosial şəbəkə olsun ki, oradan yazsın, utanmasın. Amma belə, məsəl üçün də real dünyada yaxınlaşa bilmir. İki kəlməni yan-bayan qoyub danışa bilmir qarşılaşım. Söhbət tək kişi oğlan qız münasibətindən getmir. Yəni lap dost kimi də, məsəl üçün, 2 nəfər oturub normal ünsiyyət qura bilmirlər. Bizə fırana qalıb tapa bilmirəm. Binanı. Burada bəlkə deyəsən, buradır ya. Teras buradır deyəsən. Burası bunun gülüşü hardandır? Buraymış, yazıb da burada. Mən də axtarım. Deyəsən sağa dönəcək. Yandırmır. Pavarotnika yandırsa, mən buna yol verərəm. Yandır da. Yəni yandırmadığı halda yenə də verirəm ha yol.